Salam dəyərli dostlar, bu video dərsimizdə sifətlə bağlı önəmli nüansları sizin üçün qeyd edəcəm. Deməli, biz bilirik ki, sifətlər bəzi sifətlər əlamət bildirir, bəzi sifətlər keyfiyyət bildirir. Əlamət nə idi? Üzdə görünən xüsusiyyətdir. Məsələn, deyək ki, hündür bina. Keyfiyyət dedikdə isə onun daxili aləmi nəzərdə tutulur. Məsələn, deyək ki, mehriban insan, əli açıq insan və s. Elə sözlər var ki, dostlar, onlar yerinə görə, işlənmə yerinə görə həm əlamət, həm də keyfiyyət bildirəcək. Məsələn, deyək ki, gözəl sözü yerinə görə gözəl qız dedikdə bu olacaq əlamət, amma gözəl xasiyyət dedikdə bu olacaq keyfiyyət. Ondan sonra dostlar, sifətlərin quruluş növü ilə bağlı bəzi nüanslar qeyd etmək istəyirəm. Burada düzəltmə sifətləri əmələ gətirən qeyri-məhsuldar şəkilçilər var, hansı ki, onlar bəzən şagirdlərin belə deyək də fikrini qarışdıra bilər. Xor, çayxor, pərəz, dinpərəz, amiz, hikmətamiz, xalq, xeyirxalq, sul, yoxsul, caq, utancaq, əri, ötəri, köçəri, ar, oxşar, maz, qanmaz, çaq, tumancaq və s. Burada ki şəkilçisini mən sizin nəzərinizə çatdırım dostlar. Ki şəkilçisi yerinə görə isim düzəldə bilər, yerinə görə sifət düzəldə bilər. Məsələn, əvəzliklərə artırılıb mənsubiyyət şəkilçisinin bir yerdə işləndikdə isim düzəldir. Səninki, mənimki, bizimki və s. Sifət düzəldən formada isə dünənki gördüyümüz kimi dostlar. Ondan sonra mürəkkəb sifətlərlə bağlı bir-iki nüansı qeyd etmək istəyirəm. Qeyri sözü ilə mürəkkəb sifət əmələ gələ bilər. Qeyri-insani, qeyri-səmimi və s. Sadə və düzəltmə sözlərin təkrarından əmələ gələn mürəkkəb sifətlərdən sonra gələn isimlər cəmdə olur. Baxın, sərin-sərin. Eyni sözün təkrarından əmələ gələn mürəkkəb sifətdir və bundan sonra gələn isim cəmdə olmalıdır. Sərin-sərin bulaqlar, şirin-şirin meyvələr, dadlı-dadlı almalar və s. Burada 3 dənə söz var ki, hansı ki, bu sözlər bəzən şagirdləri çaşdıra bilər quruluş növünə görə. Bədbəxt sözü quruluşa mürəkkəb olacaq, bədbin sözü quruluşa düzəltmə olacaq, nikbin sözü quruluşa sadə olacaq. Burada bir söz var, çərkəzi sözü var. Bunu bəzən şagirdlər rəng bildirən sifətlərlə qarışıq salırlar. Deyək, məsələn, innabı, gümüşü, qızılı və s. Burada çərkəzi sözü rəng yox, forma bildirir. Növbəti mövzularda sifətlə bağlı yenə növbəti videoda danışacağıq. İzləməyi unutmayın. Təşəkkürlər.